Herkese salam dostlar. Kanalıma ve videoma hoş gəlmisiniz. Bugün sizlərlə bir takipçimin, abunəçimin məndən istədiyi sahtə sipariş hazırlayırıq. O abunəçim mənə dedi ki, mənim adımı da, kanal hesabımın da adını yazsan çox yaxşı olar. Və sahtə sipariş verən insanın adı A xətti ilə belə qoydum. Eşref 6T'dır. Ümid edirəm ki, burada mənim hesabıma da abunə olarsınız. Sonra bir çox siparişlərim var. Nalə Nəcəfli 69 9 belə bir kanal hesabları falan da var. İndi sizlərlə birlikdə bunu gəlin eləyək. Deyir ki, bir lisa kartı qoy deyib. Biz də gəlin başlayaq qoymağa. Bu binderimin içərisindən götürəcəm lisa kartını. Bir lisa kartı hansını qoysam? Bir baxım. Bunu qoyuram. Bu lisa kartımı qoyuram. Bu lisa kartını qoyuram. Bu binderimden bu lisa kartı. Sonra diyor ki 2 tane sayan kartı koy. Buram bütün dağıttım neyse. Sonra da düzelteceğim. 2 tane sayan kartı koy deyir ve havalı koyum ben. Bunu ve bunu koyacağım sayan kartı olarak. İndi size yaxından yeni göstereyim. Bu ikisini koyacağım. 3 tane oldu. Sonra deyir ki 2 rose kartı koy. Burada var. 2 tane rose kartı. Gəlin. Baxaq hansını seçirəm. Bunu və bunu, bu rose kartını seçirəm. Və bir dənə də bu rose kartını seçirəm. Ümid edirəm ki, siz də bu sahtə siparişi bəyənərsiniz. Bəyəndim. Kartlardan ibarət bir sipariş seçibdi. Sahtə sipariş. Deməli belə. Sonra deyir ki 3 fleebist qoy. Fleebistlərim də buradadır mənim. Elə bir dənə bunu qoyacağım. Bir dənə bunu qoyacağım. Və bir dənə bunu qoyacağım. Bu fleebistlərimi götürdüm. Bu qədər. Bir də deyibdi ki, hədiyyələr qoy içərisinə. Mən hədiyyə olaraq içərisinə stiker qoymaq istəyirəm. Bir dənə bu özüm elədiyim yadda qalsın deyə stiker. Bir dənə kedi stikeri və bir dənə bu stikeri qoyacağım. Sonra hədiyyə olaraq baxım hardan nə qoyuram. Bu sahtə siparişlərin önünə qoyuram. Bunu hazır bir qoyum. Bir də bu qutudan bir iki dənə bir şey qoyacağım. Bir dənə bunu qoyuram. Bir dənə bunu qoyuram və bir dənə də bunu qoyuram. Gəlin başlayaq bunu paketləməyə. İlk öncə paketlərimi göstərim. Bir də dostlar, bir də ki vlogda bunlar gələcək. Hədiyyə paketi açılımı. Bunlar mənə izləyicilərim veribdi. Sizlər də açarıq bunları. Belə 4 dənə hədiyyə paketi var. Baxım hansına yerləşər. Mən bunu içərisinə qoymaq istəyirəm. 2 və yaxud da ki bunun ağzı qapalıdır. 2 hissəlidir bunlar. Baxın. İlk öncə hədiyyələri qoyum arxa hissəyə. Birinci bunu hədiyyə tərəfə qoyacağım. Hədiyyə tərəfi arxası olsun. Seçilən tərəf üst olsun. Hədiyyə tərəf bu tərəfdir. Seçilən tərəf bu tərəf. İndi gəlin ilk öncə bunları kartlarımızı yerləşdirək. Belə kartlar və bir dənə bu fleebist olaraq seçmişdi və bunu da fleebist olaraq seçmişdi və biz də bunu müştərimizə görə, daha doğrusu sahtə siparişimiz olaraq paketləyirik. Bu arada dostlar, siz mənim görürəm ki, videolarıma baxırsınız, amma abunə olmursunuz, bəyənmirsiniz. Bu da paket biraz cırıldı, heç nə olmaz. Kanalıma baxanda bunlar abunə olun da. Bunları da belə 50 abonemiz olsun, canlı yayın açıb sizə hər birini tək-tək göstərəcəm. Ona görə abunə. Yəni sizin üçün bir barmaq dokunuşudur, amma mənim üçün o böyük bir kütlədir. Bunu da bir paketləyim.
Bunu keçirdim. Ağzı da belə. Dostlar, bu seçilən saxta sifariş tərəfi idi. Bu da isə hədiyyələrim idi. Dostlar, bu da belə idi. Kanalıma Dostlar, bu saxta sifarişim də bu qədər idi. Bunu da belə eləyirəm ki, sonra bileyim. Kanalıma abunə olub, like atıb, yorum yazmayı unutmayın. Sağ olun.